Düzü ki, məsəl üçün, Təhsil Nazirimiz deyir ki, biz deyir, bunu hələ üstünlük kimi deyir, elə baxalım. Deyir ki, biz 8000-dən artıq müəllimlə əmək müqaviləsinə xitam vermişik. İndi işdən qovmuşuq demir, əmək müqaviləsinə xitam vermiş. 8000 müəllimi işdən çıxartmışıq deyir. 8000 müəllim nə deməkdir, elə baxalım. Görün, neçə il o universitetlərin yetişdirdiyi pedaqoqlardır da, 8000 neçə il pedaqoqlar. Tutaq ki, deyirlər, onlar savadsız, bəzə deyir, savadsız. Başa düşdüm. Bu savadsıza niyə diplom verir? Bu savadsız niyə məktəbə qəbul? Ben fikirləşim, bu savadsızdır. Gedib 4 il oturub diplom alıb. Diplomum varsa deməli, mən müəlliməm. Sonra gedib o diplomu verib məktəbə. Deyib ki, mən müəlliməm, məni götürün. Bunu götürüb məktəbə. Bu da savadsız olurlar. Tutaq ki, deyib ki, mən müəlliməm ki. Gedib kreditə girib, gedib ipotekaya girib ki, mən müəllim işləyəcəm. Buradan gələn pulumu orada ödənişlərimi eləyəcəm. Birdən belə sən gəlmişsən ki, yox, keçmiş nazir özü bilər. Bizə görə sən müəllim deyilsən. Papağımı da götür, çıx buradan. İndi o yetim o kreditləri, o ipotekasını, o uşağının dolanışığını necə çıxardacaq? Bunu düşünəndə biz əgər nazir kimi, belə şirkət kimi düşünəndə deyək, işin ötəsindən gəlmir, rentabelliyi qovuruq. Amma bir nazir kimi düşünəndə sən düşünməlisən ki, yaxşı, mən bu 8000 adamı tutaq ki, çıxartdım. Bəs bunlar nə yeyəcək, nə içəcək, nə də o 8000 yeni işsiz bir heyət yaradacam və ali təhsillə. Yəni, sən onu qəbul eləyə də bilərsən, eləməyə də bilərsən. Adamların sənədi var əllərində, diplom, ali təhsilli bu insanı 8000, yəni, heç ürəkləri, heç qaşları da belə çatılmır ki, yəni, qovmuşuq da nə var ki, o Stalin deyir, bir nəfərin ölməyə. Həm də təhsilimizin göstəricisi kimi adamı narahat edir. Bax, ötən gün elə Əmirullayevin bir açıqlaması da var idi da, yəni ki, 4000 müəllimdən deyir, ancaq 1000 dənəsinə deyə bilərəm ki, bunların savadı var, qalanlar savadı. Yaxşı, bu 3000 müəllimin dəst ediyi uşağın axını olur. Necə olacaq? Və necə olacaq? Məsuliyyət məsələsi xanı, siz demişəm, burada diplomları kim verir? Bunun məsuliyyətini kim daşıyacaq? Təhsil naziri siz idiniz, biz mi? Kimdir da, yəni? Çıxsın desin, bunlarla 3 dənə təhsil naziri, çıxsın adlarını çəksin. Onda desinlər ki, bunlar necə çıxıblar ortalığa? Bu müəllimləri kim yetişdirib? Siz yetişdirmişsiniz, mən yetişdirmişim. Sistem bilirsiniz, Ləman xanım, tibbdə belə indi İraq bu ağqan deyirlər, ağqan xəstəliyi var. O nədir? Məsələn, qan əmələ gətirən orqanlar var. Məsələn, sümükdə ilik, qan əmələ gətirən orqandır. İlik xarab olanda o qan istehsal edir də. Məsələn, xarab olanda deyəndə, o zədələnəndə və yaxud xəstəlik olanda o sağlam qan istehsal eləmir. Başlayır bədəni qeyri-sağlam qandan təmin eləməyə. Sonra sən əlavə kənardan sağlam qan vurdurursan ki, o ağ qanları təmin və yaxud da axırda neysə, iliyi dəyişirsən. Amma bizdə nə deyirlər? Sistem xarabdır, işləmir sistem. Sistem yararsız kadrlar yetişdirir. Sonra da deyir ki, bu kadrlar yararsızdır. Qardaş, onu siz yetişdirmişsiniz də, o yararsız kadr. O sistem, sən əgər tələbə qəbul olunanda, sən o müəllimə desəydin ki, bu dərsini oxumamış, ona qiymət yazma, imtihanda qiymət yazma, çok yazma filan, qoy diplom ala bilməsin. Diplom almış adam o demək ki, savadlı adamdır. Düzüləm axı. Bu sən diplom almış adama savadsız deyirsənsə və deyirsənsə ki, bu diplomu var, amma bu ad soyadını yazanda səhv edir. Demək, sənin sistemin səhvdir. Sənin sistemin necə ona diplom verə bilib? Və o sistemi də sorğula da. Çünki qardaş, necə ola bilər? Orada yenə deyirəm, mən demirəm ki, savadsız müəllimlər gəlsin, uşaqlara dərs desin. Amma sistem savadsız müəllim yetişdiribsə, artıq sistem o savadsız müəllimlərlə nəsə eləməyi düşünməlidir. Ki, mən bu mənim günahımdır, artıq götürmüşəm, təhvil almışam, öhdəliyimə. Bu savadsızsa, bunu məktəbdən uzaqlaşdıramsa, bunu nəsə işlə təmin edin. Və yaxud da müəllimlərin təkmilləşdirmə institutları var. Və yaxud da əlavə bir dərnəklər açın, bunları göndərim ora, öz ixtisasları üzrə öyrənsinlər, sonra da imtahan götürüm, təzdən qayıtarım. Deyim ki, 6 ay gedin, öyrənin filan. 6 ay sonra gəlin, biz siz təzdən imtahan elə götürək iş yerlərinizə. Yəni, burada işin həll olunması yox. Hamı işi üzərindən atır. Ki, mən bir dəqiq bura bax, qardaş, mənim nəyimə lazımdır? Mən 8000 müəllim işsiz qalacaq, Sosial Müdafiə Nazirliyi yüklənəcəkdir, işsizlərin sayı filan 5000. Mənim nəyimə lazım? Mən məktəbə baxıram, başımı salmışam məktəbə və belə olmur. Yəni, orada niyə olmur? Çünki öyrəşməyiblər tənqidə. Çünki çıxırsan bir tənqid edirsən, başlayırlar ki, bizə qara PR eləyirlər, bizə kampanya yaparlar. Qardaş, bizim işimiz tənqiddir də. Azərbaycanda 26 partiya var. 26 partiyanın biri iqtidardır, qaldı 25. 25-dən onu da tutaq ki,
Onu 12-si, 13-ü özünü iqtidar yönlü partiyalar hesab edir, tənqid eləmirlər. Qaldı yerdə 10 partiya. 10 partiyanın işi tənqid eləməkdir. Hə, yaxşını da deyə bilərik, amma deməyə də bilərik. Əsas işimiz tənqiddir. Çünki yaxşını zaten sən özünü o qədər təriflədirsən ki.